Yüksək nəticə toplayan müəllimlər gələcəkdə direktor ya da direktor müavini ola biləcəklər. Bir vacib xəbəri diqqətinizə çatdıracağıq. Belə ki, gündəm xəbərin efirində 19 iyun tarixidir. Xəbərimiz isə belədir. Sertifikatlaşdırma təhsildə keyfiyyətin artırılmasına və müəllimlərin davamlı inkişafına yönəlmiş prosesdir. Gündəm xəbər verir ki, bu sözləri Azərbaycan müəlliminin açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi Təhsilin Təşkili şöbəsinin müdir müavini Nurlan İsmailbəyli deyib. O bildirib ki, müəllimlərin sertifikatlaşdırma nəticələrinin gələcəkdə məktəb direktoru və ya müavini seçimində, o cümlədən qeyri-maddi rəğbətləndirmə prosesində nəzərə alınması da planlaşdırılır. Sertifikatlaşdırmada ən yüksək nəticə göstərən müəllimlər gələcəkdə ödənişli əsaslarla mentor müəllim kimi məktəb daxili metodik xidmətə cəlb oluna biləcəklər.